Salamlar dostlar, hər vaxtınız xeyir olsun. Ümid edirəm hamınız yaxşısınız. Biz yenə belə az-maz xəstələnmişik. Yəni amma inanın ki, belə dərs ili başlayandan şükür eləyirəm. Özümüzə gözüm dəymiş ola bilər. Niyə? Yəni biz normalda sentyabrda başlayırıq. Sentyabrın 1-dən başlayırdı sadiklər falan. Yəni sentyabrın 1-dən etibarən biz bağçaya 3 gün gedirik, ondan sonra getmirik. Bu il noyabrın 1-nə qədər çox şükür bağçaya gedə bilmişik. O qədər sevincliyəm, təsəvvürünüzə gətirə bilməzsiniz. Pilisos işlədi deyə söndürdüm. Bu arada robot pilisos almışıq. O barədə yəqin gələn videolarda danışaram. O işləyir. Mən də otururam belə sizə videolar çəkiyorum. Ya başqa işlərim var əslində, amma əməlli köməyimə çatır, onu da deyim. İncidi deyə öldür, haqqı yemə. Hə, deməli belə noyabra qədər sağlam gəlmişik deyə çox sevincli idim. O gün də hardasa dedim, yəni danışdım və özümdə özümə gözüm dəydi. Sözün əsl mənasında, yəni arada belə də olur, amma nə bilim, bu aralar bayramdır zaten, bayram ərəfəsidir Rusiyada. Düşünürəm ki, bir 2-3 gün uşaqları aparmaram. Çünki evdə uzun müddət sonra təsəvvürünüzə gətirin, ona işləmiş yuxudan durmuşam bu 2 gündə. Özümü elə qəribə hiss edirəm ki, elə bil daha nə bilim kosmosa çıxmış kimi hiss edirəm, təsəvvürünüzə gətirin. Ayda da alma yeyir, güya qabığını yeyir, bəyənmir, eləyir. Yəni onun səsidir. Bu gün uşaqlar evdədirlər, ona görə düşünürəm ki, bir tatlı hazırlayasıyam. Çünki əsgər hər dəfə bağçadan götürəndən sonra gələndə mənə bu sual verir maşında, nə bişirmisən? Birinci sual odur. İkinci sual da odur ki, şinyat nə bişirmisən? Mən deyim ki, mən hər gün sizə şinyat bişirməliyəm, mənə cavab verir ki, bəli. Yəni, mənim bunlara borcum var, hər gün şinyat bişirməyə, ona görə də bu gün evdədirlər, bu gün mütləq şəkildə o şinyat bişməlidir. Nə qədin ay qız? Ne sence ne igruşka ha? Ay igruşkaların hamısı bağımsındadır. Əsgərin bütün xırda Minecraft igruşkaları var da yığır Lego kimi. Hamısını ağzından çıxardıram. Allah'tan udmur. Bana da qulaq asmırlar, yığışdı deyirəm, yuxarıda oyna deyirəm, nə bilim idea vermə deyirəm, ayaq altında olmasın igruşkalar deyirəm. Bana qulaq asan yoxdur, görürsünüz siz, hamını görürsünüz, balacası həvlədirsə, böyüyü görün də tərdir. Krasivo. İdi покажи, что əsgər. Bizdə şeydir də, özündən bir şeyler yaradı, görün nə var əsgər. Покажи. Sepkayı da özünü. Покажи клону da. Клон da. Клон, это клон называется. Клон düzeldi özünü. Красивый. Молодец, я знаю. Общем, bu gün uşaqlar evdə olduqlarına görə gelirik tatlı hazırlamağa, ponçik hazırlamaq pişirməyə. Çünki asker çox xoşlayır, düzdür, əskər biraz sonra futbola geyəsidir. Amma yəqin ki, bitirərəm. Duraq, tez bazar işə başlayaq. Ona görə də bir də ara sıra böyle pilisosda ki, qız danışır, mən qorxuram. Ha, bir tane evlənəsən, qoyuram işləyib, bir də mövdə görüşmüsünüz, danışıram. Deyəm, şimdi danışacağım, sonra danışacağım, öyrəşməyəcəm. Sən də salam elə, Esra. Yox, tatlı bişirmə, qəşəng elə də, prinsessasan sən. С тобой только что помирили. Da, dalaşıddılar, cənə demişəm ki, geyin otağa, barışıb gələbsiniz, mən sizi barışdırmaqla zadla uğraşmayasıyım. Yaxşı şey ürən, dəbli deyirəm, ne deyim xoşuna gələndən gəlməyənə. Bir qaçdıq, getdik, tatlı bişirməyə cəbat, bizdə resept gözləyir. Gəlin ablar da, həyasızlaşdılar qaçaq vaxtında. Unun orta hissəsində biraz belə bu şəkildə kənara doğru açıram. Bura maya əlavə eləyirəm. Üzərinə biraz ilik halda olan süd əlavə eləyirəm. Şəkər tozunu əlavə eləyirəm. Yağı, biraz duzu, vanili və yumurtanı da əlavə eləyirəm. Əvvəlcə hamısını yaxşı qarışdırıram. Daha sonra yumuşaq xəmir yoğuram. Və xəmir hazırdır. Bu şəkildə yumuşaq xəmir alındı. İndi üzərini bağlayıram və isti bir yerdə 2 qat artana qədər gözlədirəm.
Gördüyünüz kimi xəmir yaxşıca artdı. Şimdi götürürüm qabdan. Dəzgahıma biraz un səpirəm. Xəmiri bura götürürəm. Havasını tamamen almaqdan ötürü belə birazcık yoğuram. Daha sonra unu biraz belə səpirəm. Xəmiri onun üzərinə yerləşdirirəm və üzərini belə örtürəm. 5 dəqiqədə bu şəkildə gözlədirəm. 5 dəqiqədə keçdi. Xəmir biraz da yumşaldı gördüyünüz kimi. İndi üzərinə biraz un əlavə edirəm. Çox az. Və yaymağa başlayıram. Təxmini 1 sm qalınlığında. Kənara yığacağım yerə biraz un səpirəm. Hiç yapışma işlemi olmasın. Belə bu halqalardan istifadə edəsiyəm kəsməklə ötürü və yaxud bundan bildirimdən dəqiq qərar verək. Siz stəkandan və yaxud kasayla belə bir şeylərlə kəsə bilərsiniz. Bu balacasından istifadə edəsiyəm yəqin ki. Bu şəkildə nasatqadan istifadə edirəm mən. Böyle kəsiklər ayırıram. Bu kənardakı xəmirləri götürürəm, yenidən yoğurub, yenidən kəsəcəyəm. Bunları götürürəm və kənara yığıram. Üzərlərini streçlə örtürəm və hardasa bir yarım saatda kənarda gözlədirəm. Burada belə bir dərin qab götürmüşəm. Mən də ki, balaca ölçüdədir ki, yağı daha az istifadə edeyim. Yağ yaxşıca qızıtdı. Gördüyünüz kimi oradan artıq qabarcıqlar var. Və burada ilk hazırladığım ponçiklərdən götürürəm. Bunları da gördüyünüz kimi biraz daha şişiklər və yağın içərisinə qoyub yaxşıca qızardıram bir tərəfini. Gözləyirəm, bir üzü yaxşıca qızarır, tez qızarır, yəni kənarlaşmayın. Biraz uzağa, əks halda yana bilər. Bir üzü qızardıqdan sonra dərhal digər üzünü çeviririm, eyni şəkildə qızardıram. Ponçiklərin digər üzlərini çevirdim, qızardıram. Burada artıq qızaranları belə kağız sərmişəm kağız salfetka və üzərinə yerləşdirirəm ki, biraz yağların canını çəksin. Soğuyandan sonra həm bəzək işləmi eləyə bilərsiniz, həm içərisini doldura bilərsiniz. Mən yəqin ki, üstünü bəzəyəcəyəm, çünki uşaqlar belə rəhli-rəhli boşadıqlarına görə və ya şokolad sevdiklərinə görə üstünü bəzəyəcəyəm sadəcə. Əgər içərisini doldurmaq istəsəniz, bir hissədən bıçaqla belə bir acıca dişi açırsınız və içərisini doldurursunuz. Kremlə və yaxud digər cemlərlə olsun, şokoladla olsun, yəni fərqli ağlınıza gələ biləcək hər şey əlavə edə bilərsiniz. Məndəkilər sadəcə mini olduqlarına görə gördüyünüz kimi belə balacaqlar. Yəni siz böyük ölçüdə hazırlaya bilərsiniz. Çox minidir deyə, yəni gərək duymuram içərisini doldurmağa. Siz daha böyük ölçüdə hazırlayası olsanız, içərisini dediyim kimi ağlınıza nə gəlsə o ilə doldura bilərsiniz. Çox dadlı alınıqdır. Mən də etməkdən ötürü şokolad olmadığına görə belə şokolad yağı götürmüşəm. İndi bu soğuyanları belə bu şəkildə üstünə batırıram və qaldırırım. Ay da уже istəyir. Az oldu. Biraz batıraq. Suyum daha düşməz. Çok qəşəngdir. Так вы не белый и черный. Ладно, белый не отрезал. Мам, ты просто где белый и черный? Mən bu şəkildə vəzədən üstüm, prinsipkam qalmayıb demiş üstündə töhmə var maalesef. Biraz səliqəsiz oldu, amma siz daha səliqəli bilirsiniz. Sonra Əsra bəyanatı, bayaq sonra öldü daha burada yeməkdə öldü. Deyəm Əsra, dayan 5 dəqiqə, dayan 3 dəqiqə. Уже hazırdır. Spasiba Əsra. Bu da şokoladsız halı, bəzənlənmiş halı. Belə bu şəkildə çox belə şipşirin döyülür. Əgər istəsəniz üzərinə şəkər pudrası gəzdirə bilərsiniz. Hazırlayacaq olanlara nuş olsun. Bir dənə misal verək, qarın qardaşına qabaqdadır. İnanın ki, yadımdan çıxdı, yəni sizə yumuşaqlığını göstərmək eləmək. Oturmuşam, yiyəcəm bir qıraqdan. 5 kilo alası yox, büyün çox şükür. Hamı deyir, arıqsan, dostlar, döyüləm, vallah, 60 kilo.
Normalde 52 kiloyam normalım. Hazırda atmışam. Yəqin ki, bu yəndən sonra 65 olasıyam. Ağzına baxın. Yedin də bu da şokoladlarını yalayır ancaq. Niye? Abla istəyirsən, abla istəyir, üstündəkilər istəyir. Allah. Allah. Bak. Gördünüz onun həyasızlığını? Sonra deməyin ki, belə şirin, elə şirin. Şirinlik də var, öz aramızda indi. Əsrayba şokolad yiyir orada. Şirinlik də var, amma həyasızlıq ondan 5 qat çoxdur. Esra, hvatit. Ayda endorfinlere attı. Gülüşü gördünüz. Ben başlayayım. Bəs de Esra. Bəs dölcüsün Esra. Biraz sonra size yumuşalığı da gösteririm ama biraz özümü gəlim sonra özümün de endorfinlerim attı valla. Dostlar, ponçik qutarandan sonra mən yadıma düşdü ki, mən sizə ponçikin yumuşaqlığını çəkmədim. Video qışdığı 2 dəqiqədə qutarı təsəvvüzü gətirdim. Tən səfər Pünhana da deyəm ki, mən belə şirniyyat əməlli bişirəm ki, 2-3 gün belə getsin də, yəni ən azından. Deyəm, qapağı örtürəm də bir yerə qoyuram, qapağını örtürəm, girirəm, qayıdım, gəlib bir stəkan çay içmək istəyəndə görürəm ki, yoxdur, alısı yiyikdilər. Bu arada, evimizin gününü görürsünüz, neyse çox da göstərmirəm. Özümüzə belə kukik hazırlatdırmışıq. Divanın eyni üstüyündən, belə sağ olsunlar, parçadan istədik verdilər. Belə ayağımızı qoymaq. Pünhan özünə türə əslində hazırladıqdı. Dedi ki, mən belə ayağımı uzaldan yer yoxdur burada televizora baxanda. Əslində hələ televizor da yoxdur. Amma televizor olub mən ayağımı uzatmalıyam harasa. Ona görə getdi belə tez bizə pufik sifariş verdi. Elə ayaqları da göstərə bilsəm. Buradakı ayaqlar kimidir. Bu divanın arxa tərəfində ayaqları kimidir. Görüm göstərə biləm belə. O şimdi yani belə biraz dərsləşdirmiş fason elədik. Aydı da orada oynayın əsasıdır da. Udobna. Udobna. Orada da başlayırlar gene. Burada ustalarımız yine gələcək. Ben daha axırıncı dəfə usta etdim ki, sən Allah'tan qutar, get, gəlmə bir də. Həqiqətən də yoruldum. Çünkü evi təmizləyirəm, gəlirlər, bir təfə girirlər, evin hər yeri yenə toz olur, yenə əsəbləşirəm, yenə dözəmirəm, çıxıram, təmizləyirəm. İkinci mərtəbə, birinci mərtəbə, hər yeri yəni toz içində olur. Və mən daha yorulmuşam, təsəvvür ustaya dedim ki, daha gəlmə. Yorulmuşam mən. Deliyirəm, gəlməz bir də. İşimiz olanda gəlməyəsin. Bax, Allah dolaşırlar da qaçır. Hara qaçsan, qaçma. Hə, bu arada qapımızın yanı o təsvir istiyorsunuz deyəndən sonra elədi, qutardı. Dedim ki, sən Allah da, bəzi də bunların qutar qapıyı nə olsa istərsiniz, uşaqlar da girirlər, çıxırlar, ayaqqabıları içidə bir götürürsən, gəlir, şpaklovka eləyir, geyir, bir də gəlir, bir də geyir, bir də gəlir, bir də geyir. Ay Allah, nə qədər olar? Axı içiyə təsvir etdim ki, qutar ən azından abranı. Qapı da olsa bilim ki, hazırdır. Ən azından o qutarı dikdən işqalıqdır gənə, amma Pünhana demişəm, sən Allah çağırma hələ ki, balacaq. Yoruldu mənə ev təmizləmək, nə qədər ev təmizləmək olar. Düzdür, indi pilsos da altı, bir söz oldu. Amma yenə də istər-istəməz toz çox olur, plənçələr olsun. Məsələn, pilsosu birinci mərtəbədə işlədirəm bir dənə. Yuxarılar, plənçələr nə vəziyyətdə oldu? Hər yerə biraz toz axır. Pəncərələrdən tutmuş, plənçələrdən tutmuş, plənçənin kənarı, hər yeri opşim. Opşim qutardacaqsa qapını da göstərim, qoy. Qapını içərdən də, çöldən də belə ağ seçmişəm. Çünki istərsəmiz evin hər tərəfi ağdır, aksesuarlar falan ağdır. Belə... Bax, mən buna görə ablar evdə olanda video çəkmirəm, ha dostlar. Həblə hoqqa verirlər mənə başımı. O da orada pəncərəni körləyir. Pakazallah, spasiba. Qoy ablar, mən o bir otağa göndərim. Bu çöldən tutan hissəsini göstərmək istedim. Bu şəkildə elədik ki, biraz geniş olsun, rahat olsun, tutmaq, açmaq, bağlamaq. Düzdür, burada da düzələnəsi yerlər falan var. Hələ bitməyikdir. Ayda qoymur. Mən çölə çıxmaq, hadi gir içəri. Yəni belə sadə, ağ, heç nəsiz. Bu alanda təhlif edilər ki, güzgülü olsun. Mən dedim, yox, güzgümüz burada. Belə bir
güzcümüz var. Orada da güzcü olsa biraz lişin olası da. Həm də mən güzcülərdən çox xoşum gəlmir. Valla ne yalan deyim. Qorxuram, orada özümü görüm, burada özümü görüm. Ne fərqi var? Orada gördüm, bəs nəyə lazımdır burada özümü görmək? Obşim, belə bir aksesuarlar almışam. Valbres'dən sifariş eləmişəm. Bu çox xoşuma gəldi. Sadədir. Yığcam da çox yer tutmur. Bu da məsələn bizim domofonun şeyi olasılığına görə biraz əyri kimi dura bilər. Simmetrik döllü hal-hazırda, amma simmetrik olasıdır. Burada onu əlavə eləyəndən sonra asmaqdan ötürü də belə kruçok kimi bir şeylərdən almışam. Belə bizim ev demək olar belə bozlu, məsələn bu tutan yerdə bozludur. Bozlu, ağlıdır deyə belə bu rəhləri belə üstün tutdum almağı. Məncə yaxşıdır. Belə 6 dənədir. Hələ ki bəs eləyir bizə. Şkafda geniş olduğuna görə demək olar işlətmədiyimiz, giymədiyimiz şeyləri burada doldururuq. Dicələrində bu tərəfə belə bir kovrik almışam çixlə dicilişdən ötürü. Bir dənəsində çölə almaq istəyirəm. Belə bilmirəm amma nə tərsiyə alım ki bizim üst hissə də çöldən üst hissə hələ ki bağlamamışıq. Oraya bağlayası yox təbii ki. Maşın falan qoyası yox, eləyəsi yox. Oraya üstü bağlı olası yəqin ki gələn ilə oranda hazırlayarıq. O şimdi dediyim kimi əysiklər çoxdur hələ ki. Amma belə yaşanılır bir hala gətirmişik demək olar. Ayda tökdü bunu. Bundan çox adamın qarşısına çıxmışdı. Çox qəşəng polezli veşdi, nə deyirlər. Düzdür, ara sıra ayda hər şeyə belə tökür, dağıdır. Bir də görürəm ayaqqabı evin ortasındadır. Ayaqqabı giyinən nə bilim haradadır Allah bilir. Bəli, bu güzgümüz heç vaxt artıq təmiz olmur. Yəni ha vaxt şəkil çəkmək istəsəm orada görürəm ki, yox. Üzümdə, gözümdə yox, ayaqlarımda hələ oralara çıxır. Atsın, üzüm gözüm təmiz olur, üst üstə təmiz deyil. Ayaq hissələrim hələ bu şəkildə çirkli olur, səbəbini görmüş oldunuz. Az hirslənmə. Getdik, bəs də. Bir qapını qoy, mən örtümə bura, işığı söndürüb çıxmasına aydı xanım. Bizim ən çox xoşuma gələn qapılardan biri, ən birincisi demək olar budur. Bu ara kəsmə qapısı. Gəldilər yenə, otağa. Otağa. А что нам делать? Не bileyim ki, не играйте куда игрушку. Играйте просто спи. Esra, patologdan tiyajla təpəmizə düşəsidir hani. Xəbərin var? Döyle krep qızadan düşəcəkdir təpəmizə görəcəksiniz. Сейчас? Ha, прям сейчас. В смысле? Ay Allah, şöyle paraçı var. Elə bir ki 25 yaşı var. Hərəkətlərə zadı. Hə, ən xoşuma gələn budur, bu qapımızdır. Həm görsənir, kimsə gələndirində, həm də soyuq buraxmır içəri. Həqiqətən yəni o bir qapını dəyişməmişdən əvvəl o tərəf çox soyuq olurdu da. Soyuq buraxmırdı bu tərəfə, belə görünüş olaraq da qəşəngdir. Düz bu qapı da ondandır, amma əksərən belə açıq durur deyə o pilisosa görə də xüsusilə. Gördün Əskər? Gördün Əskər? Düşəcək daha aynı. Vallah. Сейчас увидишь. Yeri. Otağa. Hə, əksərən belə açıq durur deyə görmürəm. Belə ayda falan yatan deyəndə qapıdan ötürəm içəridə iş görürəm ki, səs gəlməsin ay deyə, amma ümumi olaraq bu da qəşəngdir yəni, uyğunlaşır orada. Heç nə, gedək videonun büyüyün bağlayaq, çünki daxıqlar evi təpəmə uçuracaqlar ha bir dəqiqə, bax. Bax. Bizim mətbəximiz natyajnoy deyilır, çünki mətbəx olduğuna görə çox adam məsləhət görmədi. Pişirmə işləmə olanda həm iyi hopur deyirlər, həm də belə rəngi falan qaçma ehtimalı falan var. Allah eləməsin belə yanğın falan ehtimalı orada pişirilmə şeyləri falan olduğuna görə ona görə də məsləhət görmədilər. Obşim, hamam, tualet və mətbəximiz natyajnoy deyil, amma digər tərəflər natyajnoydur. Yəni elə də qəşəngdir, belə də qəşəngdir. Bir fərqi yoxdur mənə ötürü. Təbii ki, uşaqların ötürü var. Ha bu təpəmizə salasılar, ben oraya salamırlar en azından. Qoy mən abla biraz əhliləşdirim dostlar. Sağ olun. Gələn videolarda görüşünə dək, yoxsa bu gün hava evimə başıma uçasıdır. Ara sıra deyirlər ki, sənin uşaqların çox sakitdir. Mən də deyəm, mənim uşaqlarım çox sakitdir. Öyle sadəcə sakit hallarını çəkib qoyuram. Bu gün sizə biraz həyasız hallarını da qoymuş oldum. Getdik dostlar, paka paka Esra, bax. Ay aman Allah. Gələn videolara inşallah sağ çıxsam ablarla görüşelim. Sağ olun.